başladıq. Təfəkkürün növləri. Yəni yenilik olaraq 4 dənə təfəkkür növü var. Praktik, abstrakt, analitik və produktiv təfəkkür növləridir. Bunları öyrənib bu günləri. Yəni çalışacağıq rahat formada başa düşək, özümüzü qarışdırmayaq və sualların əgər veriləndə gəlir imtahanlarda suallar düşə bilərsə, bununla deyək ki, tənqidini, məntiqini, yaradıcılığını çox da qarışdırmayacaqlar. Yəni variantları da verəcəklər ki, seçə biləsiniz. Çünki öyrənəndə ola bilsin ki, qarışıq sala bilərsiniz ki, müəllim, bəs bunun tənqidi təfəkkürlə oxşarlığı var axı, bunun məntiqi təfəkkürlə və bunun yarısı təfəkkürlə oxşarlığı var deyə düşünə bilərsiniz. Amma variantlarda elə verəcəklər ki, seçə biləsiniz. Yəni oxşar, qaranlıq qalan ikisi bir-birinə %100 oxşayan variantları verməyəcəklər. Yəni bununla bağlı rahat ola bilərsiniz. İndi gələk ilk olaraq praktik təfəkkürün nə olduğuna. Adından göründüyü kimi praktik təfəkkür praktikada tətbiq oluna bilən şeydir. Yəni məsələn nətər? Praktik təfəkkür odur ki, siz gündəlik həyatda hər hansı bir real situasiyalarla qarşılaşasınız. Hər hansı bir vəziyyətlə qarşılaşasınız və o vəziyyətə uyğun olaraq nəyisə həyata keçirməlisiniz. Hər hansısa bir belə deyək hərəkəti yerinə yetirməlisiniz. Məsələn, deyək ki, hər hansısa sizə bir problem verilir dərsin içərisində, siz o problemi yerinə yetirə bilirsiniz tez bir zamanda. Müəllim sizə vaxt verir ki, 5 dəqiqə ərzində tez bu problemə bir plan hazırla, bir sxem hazırla, bir həll yolu hazırla. Sən tez 5 dəqiqə müddətində həmin problemə plan hazırlayırsan, sxem hazırlayırsan. Yəni praktik təfəkkür elə bir şeydir ki, sən öyrəndiklərini praktik olaraq praktikada tətbiq eləməyə bacarırsan. Müəllim sənə deyək ki, hər hansı bir nəzəriyyə öyrədir. Həmin nəzəriyyə ilə bağlı öyrəndiklərini sən tez bir zamanda həyata keçirmək bacarığın olur səndə. Bax, bu bacarığa malik olmağın sənin praktik təfəkkürə malik olmağın deməkdir. Baxın, yazmışıq burada. Bu təfəkkür nəzəriyyəni həyati bacarığa çevirməkdir. Yəni, sən öyrəndiyin nəzəriyyəni həyatda tətbiq eləməyə bacarırsansa, deməli, sənin praktik təfəkkürün var. Bəs yaxşı, praktik təfəkkürü formalaşdırmaq üçün hansı yanaşmalar var? Birinci yanaşma odur ki, real həyat probleminə əsaslanan tapşırıqlar. Yəni, sən real həyatda gördüyün sənə bir tapşırıqlar verilir. Həmin tapşırıqlar üzərində sən real həyatda olan bir hadisələri konkret olaraq, praktik olaraq yerinə yetirməyə bacarırsan. Yəni, praktiki olaraq problemə tez bir həll yolu tapırsan. Problemi tez bir formada həll eləməyə bacarırsan. Sonra, sən elədiyin işin sonunda cavablar hə və yox formasında olmamalıdır. Sən gördüyün bir praktik həllin sonunda bir plan hazırlamalısan, bir sxem hazırlamalısan, bir tövsiyə olmalıdır, bir model hazırlamalısan işin sonunda. Sonra sən hər hansısa bir vəziyyətdə, real bir, ideal bir vəziyyətdə çoxlu sənə vaxt verilmir. Praktik təfəkkürdən istifadə edən zaman. Sənə konkret qısa bir vaxt verilir və yaxud da sənə az bir resurs verilir, sənə az bir büdcə verilir. Sən bu real məhdudiyyətlər daxilində problemi həll edirsən. Deyək ki, məsəl üçün sinifdə hər hansısa bir şey qırılır, nəsə qırılır, əlində kəlbətin yox, çəkiş yox, nəsə düzəltmək üçün resursun yoxdur da. Sən nədənsə başqa şeylərdən, daşdan və yaxud da digər resurslardan istifadə eləyərək problemi tez bir formada həll eləməyə bacarmalısan. Bu sənin praktik təfəkkürün olduğunu göstərir. Sonra, qərar vermə və əsaslandırma. Praktik təfəkkür sizdən qərar vermə bacarığı istəyir. Əsaslandırma bacarığı istəyir. Yəni, siz qısa bir formada, qısa bir vaxt ərzində qərar verməyə bacarmalısınız. Yəni, bir insan bir məsələni tez bir formada həll eləməyə bacarırsa, sadə praktik həll yollarından istifadə edərək problemi həll edirsə, bu insan tez bir formada qərar vermək bacarığı olur da və bu insanda praktik təfəkkürünün olduğunu göstərir. Məsələn, burada müəyyən tapşırıqlar var, onun bir neçəsinə baxaq. Deyir, məktəb kitabxanasında az istifadə olunur. Siniflər üçün qısa maarifləndirici fəaliyyət planı hazırla. Bax, sən praktik olaraq tez bir şeylər inci, uşaqlar kitabxanadan daha çox istifadə eləsinlər. Və yaxud da sənə 120 manat deyir büdcə verirəm, sən səyahət üçün plan hazırla və elə ki, ekskursiyada hamı iştirak edə bilsin. Yəni, burada sən qidalanmanı nəzərə almalısan, ondan sonra gedəcəyin yerdə giriş, əgər pulu varsa, giriş pulunu nəzərə almalısan, maşın pulunu nəzərə almalısan. Yəni, bu kimi şeylərin hamısını nəzərə almalısan. Və bunu eləməkdə insanda praktik təfəkkürün olmağını tələb edir səndə. Səndə praktik təfəkkür olmalıdır ki, sən öyrəndiklərini, nəzəriyyədə öyrəndiklərini praktiki olaraq həyatda tez bir formada yerinə yetirməyə bacarasan. Yəni, praktikada həyata keçirməyə bacarasan. Verilənləri praktikada həyata keçirməyə bacarmaq, praktiki olaraq yerinə yetirməyi tez bir zamanda, qısa bir zamanda, məhdud bir çərçivə əsasında verilən resurslar, məhdud resurslar və məhdud vaxt çərçivəsində yerinə yetirməyə bacarmaq insanın praktik təfəkkürə malik olmağı demək. Bu praktik təfəkkür. Gəldi indi abstrakt təfəkkür. Abstrakt təfəkkür, abstrakt elə adından göründüyü kimi abstrakt düşünməyimizdir. Yəni, burada mövcud olmayan şeylər haqqında düşünməyimizdir. Mövcud olmayan anlayışlar haqqında, görmədiyimiz əlaqələri qurmaqdır. Yəni, gözlə görünə bilməyənlərlə
bağlı, ideyalarla bağlı, gözlə görünə bilməyən anlayışlarla bağlı əlaqələr qurmaqdır, düşünməkdir, ümumilikdə belə desək. Və bu psixologiyada da, yəni abstrakt təfəkkürlə bağlı müəyyən şeylər ondan ibarətdir ki, yəni insan burada gözlə görmür. Yəni birbaşa hiss orqanlarıyla bunu görə bilmir və yaxud da toxuna bilmir. Konkret olaraq bir obyekt deyil, abstrakt düşünməklə bağlı bizim belə deyək, təfəkkürümüzdə istifadə etdiyimiz şeylər. Burada anlayışlardır, prinsiplərdir, simvollardır və yaxud da abstrakt olaraq beynimizdə hipotetik olaraq düşündüyümüz şeylərdir. Bu abstrakt təfəkkürə aiddir. Məsələn, mən hər hansı 2 dənə belə deyək də nəzəriyyə öyrədirəm sizə. 2 dənə nəzəriyyənin sizdən oxşarlığını soruşuram. Ki bu nəzəriyyə arasındakı oxşarlıq nədir? Bax burada biz abstrakt düşünürük. Nəzəriyyələri belə deyək, hipotetik olaraq beynimizdə abstrakt olaraq düşünürük və onların əlaqəsini belə deyək də bir-birinə əlaqəsini, oxşarlığını düşünməyə çalışırıq. Bu olur abstrakt düşünmə. Bax abstrakt düşünmədə məsəl üçün deyir ki, sənə nəsə öyrədilir, sən onu fərqli situasiyalarda istifadə etməyə bacarığıdır. Məsələn, sən riyaziyyatda hər hansı bir riyazi modeli, iqtisadiyyatın hər hansı bir sahəsində necə istifadə edə bilərsən? Sən bu zaman öyrəndiyini beynində düşünərək, abstrakt formada düşünərək iqtisadiyyatın hər hansı bir sahəsindən əlaqələndirirsən. Və yaxud da bir fəndə öyrəndiyini digər fəndən necə əlaqələndirəcəyini düşünürsən. Yəni beynində abstrakt əlaqələr qurursan. Və burada sən bütün fənlərdə abstrakt əlaqələr qura bilərsən. Beynindəki məlumatları, belə deyək ki, abstrakt olaraq birini digərindən əlaqələndirə bilərsən. Sonra, məsələn, bir dənə misal baxaq. Deyir, Azərbaycan ədəbiyyatında sufizmi həmin dövr tarixi ilə necə əlaqələndirmək olar? Sən sufizm bir dənə belə deyək, abstrakt anlayışdır, mücərrəd anlayışdır. Bu mücərrəd anlayışı həmin tarixi dövrlə necə əlaqələndirərsən? Yəni mücərrəd bir belə deyək, düşünmə formalaşır sənin beynində. Mücərrəd düşünmə formalaşırsa, bu o zaman olur hansı təfəkkür? Bu zaman olur abstrakt təfəkkür. Abstrakt təfəkkürlə bağlı müəyyən xüsusiyyətlər var, ona baxaq. Birinci konseptuallaşdırma tapşırıqlarıdır. Konseptuallaşma tapşırıqları bir sözlə konseptual biliklə əlaqəlidir abstrakt təfəkkürdə. Belə deyək, konseptual biliklə əlaqə var. Yəni bir insan bir şeyi izah eləməyə bacarırsa, dərk eləməyə bacarırsa, izah eləməyimiz, dərk eləməyimiz üçün biz abstrakt olaraq belə deyək də bizdə fikir formalaşmalıdır. Yəni düşüncə formalaşmalıdır. Abstrakt düşüncə formalaşmalıdır. Biz anlayışı dərk eləməliyik. Məsələn, deyək ki, funksiya anlayışını düstur yazmadan izah elə. Sən funksiyanı düstur yazmaraqdan, yəni görməyərəkdən izah eləyirsən. Sözlərlə izah eləmək var. Abstrakt təfəkkürdə ümumiyyətlə sözlərdən istifadə çoxdur. Sən düşüncələrini sözlərlə ifadə eləməyə bacarırsan abstrakt təfəkkürdə. Baxın, konseptuallaşdırma deyirik nə idi? Konseptual bilik faktoloji biliklər arasında əlaqə qurub yeni bir bilik ortaya qoymağımız idi. Yəni bir sözlə mücərrəd düşünməyimiz idi belə desək və burada da konseptuallaşdırmadan istifadə olunur. Öyrəndiyin faktoloji məlumatlar əsasında yeni bir şeylər ortaya qoyursan. Yəni anlayışlar arasında əlaqə qurursan, düşünürsən və izah eləyirsən fikrini. Dərk eləyirsən fikrini, verilənləri. Bu olur abstrakt təfəkkür. Sonra, məsələn, hər hansı verilənləri simvollarla, metaforalarla göstərmək. Deyək ki, məsələn deyir, azadlıq anlayışını bir obrazla ifadə elə, səbəbini izah elə və yaxud da azadlıq anlayışını hər hansı bir simvolla ifadə eləyə bilərsənmi? Belə bir sual verirəm sənə. Deyək ki, bir anlayışı simvolla ifadə eləməyini deyirəm sənə. Və yaxud da məsələn hamının bildiyi deyək ki, yol hərəkəti qaydaları var da. Biz yol hərəkəti qaydalarına baxanda bilirik ki, hansı işarə, hansı simvol nəyi bildirir. Yəni bunu düşünməyimiz, bunu bilməyimiz abstrakt təfəkkürə malik olmamız deməkdir. Sonra, məsələn, nələrsə ümumiləşdirməyə bacarığımız varsa, nələrsə müqayisə bacarığımız varsa, anlayışları müqayisə edirik, anlayışları ümumiləşdiririk. Bu kimi bacarığımız varsa, deməli biz abstrakt təfəkkürdən istifadə etmiş oluruq. Məsələn, deyək ki, müxtəlif ekosistemlər təqdim olunur, meşə, səhra, okean və şagirdlərdən soruşulur. Bütün ekosistemlər üçün keçərli olan ümumi prinsip hansıdır? Bax, biz ümumiləşdiririk. Onların deyək ki, oxşarlığını tapırıq. Onları ümumiləşdiririk. Verilənləri ümumiləşdirmək, verilənlərin oxşarlığını tapmaq, verilənləri izah eləmək, verilənləri başa düşmək, verilənləri fərqli simvollarla ifadə eləmək. Bunlar hamısı abstrakt olaraq düşündüyümüzü göstərir. Və abstrakt olaraq, mücərrəd olaraq düşünmədə abstrakt təfəkkürü bildirir. Bu da abstrakt təfəkkür. Gəldik analitik təfəkkürə. Analitik təfəkkür analitik düşünmədən keçdiyimiz kimidir. Yəni biz analitik düşünmədə necə danışmışdıqsa, burada da abstrakt təfəkkür haqqında demək olar eyni şeyləri deyirik. Yəni onu biliriksə, bunu bilməyimiz çox rahat olacaq. Analitik təfəkkür nədir? Analitik təfəkkür problemləri və yaxud da hər hansı bir məsələləri addım-addım, sadə formada, hissələrə bölərək, səmərəli həll forması tapmaqla belə deyək, həll eləməyimizdir. Yəni burada bir neçə mərhələ var.
Analitik təfəkkürdə ona baxacağıq. Qısacası desək, analitik təfəkkür nə isə təhlil eləməyimizdir. Analitik təfəkkür təhlil eləməyimizdir, hissələrə parçalayaraq öyrənməyimizdir, səbəb-nəticə əlaqələrini tapmağımızdır. İndi baxaq bunun ardıcıllığına tam olaraq onda dərk edə biləcəyik nədir. Deməli, analitik təfəkkürü inkişaf elətdirmək üçün bu bacarıqlara sahib olmaq lazımdır. Hansı bacarıqdır? İlk olaraq biz bir şeyi analiz eləməyimiz üçün, analitik təfəkkürə malik olmağımız üçün, yəni təhlil eləmək üçün ilk olaraq nə isə hissələrə parçalamalıyıq. Yəni verilən hadisədir, problemdir, mətindir, situasiyadır, hər nədirsə, bunu ilk olaraq parçalayırıq hissələrə. Çünki öyrənmək üçün hissələrə parçalamaq öyrənməni daha da asanlaşdırır, daha da rahatlaşdırır. İlk olaraq biz verilənləri hissələrə parçalayırıq. Sonra onları müqayisə edirik və qruplaşdırırıq. Bax, verilənləri müqayisə elədik və qruplaşdırdıq. Üçüncü mərhələdə biz səbəb-nəticə əlaqələrini tapırıq. Dördüncü mərhələdə sübutlardan, faktlardan istifadə edirik, düşünürük. Faktlar nümunələr gətiririk konkret olaraq. Faktlar gətiririk. Faktlara uyğun olaraq əsaslandırma bildiririk. Sonra isə alternativ izahlardan istifadə edirik. Yəni biz bu ardıcıllıqdan istifadə eləməyimizlə analitik təfəkkürdən istifadə edirik. Deyək ki, hər hansısa bir məsələdir. Məsələn, X bir məsələ atırıq ortalığa. Deyək ki, məsələn, hal-hazırda olan İran və ABŞ arasında, İsrail arasında olan problemi ortaya atırıq. Bu bir problem, düzdür? Biz bu problemi öyrənməyimiz üçün ilk olaraq bu problemi hissələrə ayırırıq. Ki, məsələn, bu problemin yaranma səbəbi nə idi? Yəni, tərəflər arasında münasibətlər niyə belə korlandı? Bunu müxtəlif dövrlərə ayırırıq, deyək ki, problemi. Bunu hissələrə ayırdım mı? Sonra müqayisə edirəm. Yəni, verilən fikirləri başlayıram oxşar fərqli cəhətlərini müqayisə eləməyə. Verilən fikirləri qruplaşdırmağa. Yəni, burada mən başlayıram verilənləri belə deyək, dərk eləməyə. Yəni, problemin konkret olaraq kökünü müqayisə edirəm ki, yəni, görəsən bu problem deyəsən, görəsən İraq və Amerika arasında olan problemlə eynidirmi? Kökü ondan mı yaranıb? Ona oxşayırmı problemlər? Yəni, məsələnin yaranmağı. Yoxsa ona oxşamırmı? İranla Amerika arasındakı problemlər İraq və Amerika arasındakı problemlərdən daha fərqli olacaq. Yəni, məsələnin kökü tamam fərqli olacaq. Başlayıram nə etməyə? Müqayisə eləməyə. Sonra problemin səbəbini araşdırıram. Görürsən, problemin səbəbi nə idi? Yəni, yaranan hadisənin səbəbi nə oldu? Kimin kimə hansı sözü demək oldu ki, bu problem yarandı burada? Analiz edirəm, ümumi olaraq. Sonra, konkret olaraq hansı tarixlərdə verilən hadisələrə uyğun olaraq, yəni, dediklərimi faktlarla belə deyək, əsaslandırıram ki, bax, məsələn, Amerikanın deyək ki, İrandan istədiyi filan tələb, İranın da Amerikadan istədiyi filan tərəf onların bir-birlərinin xoşuna gəlməmişdi deyə bu problem yarandı. Yəni, mən sübutlarla başlayıram düşünməyə və məsələyə sonda başlayıram alternativ fərqli izahlar verməyə. Yəni, məsələnin bir neçə mümkün izahının olduğunu göstərirəm. Yəni, bir neçə prizmadan baxıram və bir neçə prizmadan məsələyə izah verirəmsə, bu mənim analitik təfəkkürümün olduğunu göstərir. Yəni, analitik təfəkkür bir sözlə açıq düşüncə tələb edir səndən, fərqli baxış bucağından baxmağı tələb edir bir növdə səndən. Ki, məsələyə fərqli formadan baxırsan. Yəni, analiz edirsən. Qısacası təhlil edirsən. Yəni, bunların hər birini demək olar bir sözlə yadda saxlamaq olur. Və mücərrəd anlayışları bilmək abstrakt təfəkkürə aiddir. Mücərrəd olaraq düşünmək, abstrakt olaraq düşünmək abstrakt təfəkkürdür. Konkret olaraq hər hansısa bir öyrəndiyinə uyğun olaraq nə isə tez bir formada həll eləməyin praktik təfəkkürdür. Təhlil eləməyin, analiz eləməyin, hissələrə parçalamağın, ondan sonra məsələni deyək ki, alternativ həlli yolları son olaraq verməyin isə analitik təfəkkürdür. Sonra gəldik son olaraq produktiv təfəkkürə. Produktiv təfəkkür nədir bəs? Produktiv təfəkkür problemin qavrayışın, hər hansısa bir problemi qavramaqdır. Onun strukturunu yenidən təşkil etməkdir. Yeni vəziyyətə başqa bucaqdan baxmaqdır. Obyektlərə fərqli funksiya verməkdir və nəticədə problemi yeni, məqsədyönlü və səmərəli şəkildə həll etməkdir. Yəni, bir sözlə yaradıcı təfəkkürə oxşuyur, amma suallarda yaradıcı təfəkkürlə produktiv təfəkkürü eyni verməyəcəklər, əgər cavab bunlardan biridirsə. Çünki bunlar çox qarışıqdır, çox bir-birinə oxşuyur deyə ona görə bunları bir yerdə verməyəcəklər. Yəni, fərqli variantlarda verəcəklər. Produktiv təfəkkür nədir? Produktiv təfəkkür odur ki, siz hər hansısa bir məsələyə fərqli baxış bucağından baxaraq onu həll eləməyə çalışasınız. İlk öncə problemin kökünü biləsiniz, problemin nə olduğunu dərk eləyəsiniz. Bu problemin nə olduğunu dərk elədikdən sonra o problemi həll eləməyə çalışasınız. Problemə yenidən yanaşasınız. Problemi yenidən canlandıraraq problemi məqsədyönlü formada həll planı çalışasınız, eləyəsiniz. Həll yolu tapasınız problemə. Bu olur produktiv təfəkkür. Baxın, məsələn, burada müəyyən bir neçə izah verib. Burada izah verir ki, deyək ki, Şuşa bankanın qapağı açılmır.
Reproduktiv yanaşmada olan insan, yəni reproduktiv nədir? Reproduktiv eyni şeyi təkrar-təkrar eləməkdir. Başqalarının istifadə elədiklərindən eyni şeyləri təkrarlayaraq yenə də eləməkdir. Bu reproduktiv yanaşmadır. Yəni siz eyni şeyi təkrar-təkrar eləyirsiniz. Produktivdə isə siz eyni şeyi təkrarlamırsınız. Produktiv yanaşmada siz məsələnin mahiyyətini dərk edirsiniz ki, şüşə bankanın qapağı niyə açılmır? Şüşə bankanın qapağının açılmamanın səbəbi təzyiq ola bilər. Yəni təzyiq fərqinə görə şüşə bankanın qapağı açılmır. Mən bu qapağı açmaq üçün nə etməliyəm? İlk olaraq bunu suyun altına tutmalıyam. Ondan sonra qırağından deyək ki, bıçaqla havasını çıxartmalıyam. Ondan sonra rahat formada qapağı aça bilərəm. Bax, bunu istifadə eləməyim. Deyək ki, sınanmış yollardan istifadə eləyib təkrarlamağım yox ha. Sınanmış yolları dəyişdirməyim, sınanmış yollara fərqli baxmağım və onların istifadə eləyərək yeni bir şey ortalığa çıxartmağım. Bu produktiv təfəkkürdür. Məsələn, daimi olaraq hamının problemidir. Burada da ondan bağlı fikir bildirir. Hamı deyək ki, hər gün harasa gecikir. Hamının hər gün harasa gecikməyi evdən yatağından gec durmağı deyil, yəni yuxudan gec durmağı deyil. Hamının telefonla səhər-səhər duranda çox qurtdalanmağıdır. Hamı telefondan çox oynayır. Və məsələn, uşaq görür ki, məktəbə hər gün gecikir. Problem araşdıranda buna deyirlər ki, sən get hər gün tez yat, onda tez durasın. Bu dəfələrlə bunu yoxlayır, amma alınmır. Dəfələrlə eyni şeyi təkrarlamağı reproduktiv yanaşmada olduğunu göstərir. Yəni reproduktiv təfəkkürdən istifadə edildiğini göstərir. Amma bu adam düşünür ki, mən dəfələrlə bunu eləmişəm də, bunun heç bir xeyri yoxdur. Mən indi fərqli yol sınayacağam. İlk olaraq problemi müəyyənləşdirməyə çalışır ki, mənim problemim nədir? Mənim problemim yuxudan gec durmağımdır, yoxsa telefondan çox oynamağımdır. Fikirləşir ki, mən yuxudan tez dururam. Saat 7-yə qururamsa, saat 7-də də dururam. Amma mən yatağımdan gec dururam. Yəni yatdığım yerdən gec dururam. Deməli problem onda deyil. Problem mən oyandıqdan sonra telefonla oynamağımdadır. İlk olaraq bu adam problemi müəyyənləşdirir. Ondan sonra problemi həll yolu axtarır. Ki məsələn mən bu problemi həll yolu üçün nə edə bilərəm? Yəni yenidən yanaşır. Yenidən problemi canlandırır və problemə yeni bir həll yolu, praktik olaraq tətbiq eləyə biləcəyi bir yeni həll yolu tapır. Və yeni bir həll yolu tapandan sonra başlayır bunu belə deyək ki, tətbiq eləməyə və bundan sonra bu alternativ həll yolunu belə deyək tapdıqdan sonra, yeni həll yolunu tapdıqdan sonra bunu davamlı olaraq həyata keçirilir və bundan sonra deyək ki, o adamın hər hansı bir məsələ ilə bağlı, gecikmə ilə bağlı bir problemi qalmır. Yəni yeni yanaşma varsa, yenilikçilik eləyirsə, olan şeyi dəyişdirirsə, olan şeyi belə deyək də, restavrasiya edirsə, yenilik gətirirsə, yeni bir baxış bucağından baxaraq problemi həll edirsə, problemi birinci dərk edib sonra problemi həll edirsə, bu olur produktiv yanaşma. Reproduktivdə təkrarlayır, sadəcə olaraq təkrarlayır. Produktiv yanaşmada isə yenilikçilik eləyir. Yəni yaradıcı təfəkkürə oxşuyur, amma sırf olaraq ondan eyni deyil. Bir də ki, praktik təfəkkürlə bunu qarışdıra bilərsiniz çox vaxtı. Niyə? Çünki ikisində də problemin həlli var. Praktik təfəkkürdə sənə resurs olaraq az imkan verilir, vaxt olaraq az imkan verilir. Sən ağlına gələn ilk həll yolunu eləməyə məcbur olursan praktik təfəkkürdə. Amma produktiv təfəkkürdə sən daha fərqli həll yolu axtarmağa çalışırsan. Problemin daha dərindən analiz edirsən. Problemin belə deyək, nə olduğunu müəyyənləşdirməyə vaxtın olur. Amma praktik təfəkkürdə sən problemin nə olduğunu müəyyənləşdirməyə vaxt sərf eləmirsən. Sadəcə olaraq problemi tez bir formada həll eləyirsən. Produktivdə isə sən problemin nə olduğunu müəyyənləşdirməyə vaxt sərf eləyib, ona yeni bir yanaşma ortalığa qoyaraq həll yolu axtarırsan. Bax, burada qarşılaşacağınız praktiklə produktivdir. Onun da izahını qısa formada dedik. Praktik nə idi? Konkret olaraq az vaxt çərçivəsində nəzəriyyəyə uyğun olaraq, öyrəndiyinə uyğun olaraq nəyisə tətbiq eləmək idi. Produktiv təfəkkürdə isə sən problemi tez bir formada həll eləməyə çalışmadın. Sadəcə o problemin birinci olaraq nə olduğunu müəyyənləşdirməyə, problemin səbəbinin nə olduğunu müəyyənləşdirməyə çalışdın. Ondan sonra başladın ona həll yolu axtarmağa və fərqli yanaşmalardan irəli çıxmağa. Əvvəlkilərin elədiklərini təkrarlamayaraq əvvəlki problemləri, əvvəlki belə deyək, həll yollarına fərqli bir həll yolu axtarmağa çalışdın. Bu da oldu produktiv təfəkkür.